uşaqlar, daha bir məsələnin izahına baxaq. Deməli 23-cü sual. 23-cü sualda bizə bildirir ki, normal şəraitdə eyni sayda molekulları olan x2, y4 və x2, y4 və x3, y8 qazları üçün nə fərqlidir? Ümumiyyətlə, eyni sayda molekulları olan o deməkdir ki, molekul yəni n deməkdir. Yəni n1 bərabərdir n2. Molekulları bərabərdirsə uşaqlar, Avogadro qanununa əsasən molları da bərabərdir. Molları bərabərdirsə həcmləri də bərabərdir. Yəni burada mol sayları bərabərdir. İkisində də mol sayı bərabərdir. Deməli, biri çıxdıq. Atom sayları. Burada atom sayı 6-dır. Burada atom sayı 11-dir. Deməli, atom sayları fərqlidir. Kütlələri. Bunun kütləsini hesablasaq 2x plus 4y-dir. Bunun kütləsini hesablasaq 3x plus 8y-dir. Bunların kütlələri də nə oldu uşaqlar? Fərq oldu. Ona görə də cavab alacaq 2 ilə 3 fərqli olan. Cavab alacaq Y variantı. Bu qədər sadə.